Hamıya salam. Bugün sizlərlə mənim belə bu qədər dadlı olacağını düşünmədiyim bir yemək resepti paylaşacağam. Yemək üçün işə xəmiri yoğurmaqla başlayıram. 2 stəkan unun üzərinə 1 ədəd yumurta, yarım çay qaşığından da az duz və apardığı qədər su əlavə edib bərk, ələ yapışmayan bir xəmir yoğururam. Mən bu yeməyi Instagramda xarici bir səhifədə gördüm. Səhv etmirəmsə Dağıstan yeməyidir. Səhvim varsa düzəldə bilərsiniz. O qədər marağıma səbəb oldu ki, özüm də bu yeməyi hazırlayıb dadmaq istədim. Xəmiri yoğurduqdan sonra dincəlməyi və rahat yayılmağı üçün üzərini örtüb bir kənara qoyuram. Keçirəm xəmirin içərisində istifadə edəcəyim əti hazırlamağa. Əti üçün 1 ədəd soğanı xırda-xırda doğrayıram. Mənim soğanım təzə soğan olduğuna görə içərisində özəyi var və mən də xırda doğradım. Əgər sizin soğanınız normal köhnə soğandırsa, sütgəcdən keçirsəniz daha yaxşı olar. Ətin üzərinə doğradığım soğanları zövqə görə duz və qara istiotun vururam, yoğurmağa başlayıram. Yoğurduğum zaman isə içərisinə təxmini yarım stəkan qədər də su əlavə edirəm. Əgər soğanı sürtgəcdən keçirtmiş olsaydım, bu suya ehtiyac olmayacaqdı. Lakin susuz ət çox bərk olacaq və xəmirin içərisinə yaymaq mümkün olmayacaq. Xəmirin içliyini də hazır edib, keçirəm içərisində bişirəcəyim sulu qarışımı hazırlamağa. Bunun üçün 1 ədəd soğanı yeməklik kub formasında doğrayıram. Soğanları tavaya əlavə edirəm, üzərinə biraz zeytun yağı gəzdirib qovurmağa başlayıram. Siz burada duru yağ və yaxud da kərə yağından da istifadə edə bilərsiniz. Daha sonra 1 ədəd kökün qabığını soyub sürtgəcin iri gözündən keçirdirəm. Qovrulan soğanların üzərinə sürtgəcdən keçirdiyim kökü əlavə edib təxmini 5 dəqiqə qədər də köklə bərabər qovururam. Köklə soğan qovrulduqdan sonra üzərinə bir dolu xörək qaşığı tomat pastası əlavə edib tomatın qoxusu çıxana qədər qovururam. Tomat da qovrulduqdan sonra üzərinə təxmini 1 litr yarım qaynar su əlavə edirəm. İlk səfərdə suyu az gələrsə, daha sonra yenidən üzərinə əlavə edə bilərsiniz. Üzərinə zövqə görə duz və qara istiot da əlavə edirəm. 4 ədəd orta ölçüdə olan kartopu da nə çox qalın, nə də çox incə olmayacaq şəkildə lay-lay doğrayıb qazana əlavə edirəm. Kartopları bacardığım qədər qazanın dip hissəsinə eyni bərabərlikdə yayıram. Ağzının qapağını bağlayıb vamxodda qaynamağa qoyuram. Mətbəx dəzgahının üzərini unlayıb xəmirimi yaymağa başlayıram. Videomu izləyən xanımlar, buraya qədər izləyib, bəyəndinizsə like atmağı, kanalıma abunə deyilsinizsə abunə olmağı da unutmayın. Hazırladığım ət qarışımını xəmirin üzərinə eyni bərabərlikdə səpib əlimlə yayıram. Əti bacardığımız qədər xəmirin hər tərəfinə çatdırıb yaymaq lazımdır. Sadəcə olaraq videoda gördüyünüz kimi xəmirin yuxarı hissəsindən 2 barmaq qədər saxlayırıq, oraya ət vurmuruq. Gördüyünüz kimi əti xəmirin hər tərəfinə yaymışam. Xəmiri aşağı hissəsini üzərinə qatlayaraq rulet formasında bükməyə başlayıram. Hazırlanması doğrudan da çox, amma çox asandır. Dadı isə bir o qədər gözəldir. Xəmirin yuxarı hissəsinə nəyə görə ət vurmadığımı məncə anladınız. Çünki ruletin son hissəsidir və o zaman rulet yapışmayacaqdır, bişən zaman isə açıla bilərdi. Ruletimi 2 barmaq qalınlığında kəsməyə başlayıram. Doğradığım ət ruletlərini az əvvəl hazırladığım kartoplu yeməyin üzərinə düzürəm. Videodan anladığınız üzərə su miqdarı burada çox olmamalıdır. Sadəcə olaraq ruletlərin alt hissəsi su ilə təmas etməlidir. Bişdikcə ruletlər şişəcəyinə görə aralarında 1 barmaq qədər də məsafə saxlanmalıdır. Bütün ruletlərimi düzdükdən sonra qazanın qapağını bağlayıram. Təxmini 30-35 dəqiqə bişirirəm. Və budur 35 dəqiqənin sonunda. Xəmiri də, əti də, kartopu da hər biri çox gözəl bişib. Ümumilikdə yeməyin ətri bütün evə yayılmışdı. Bu yeməyin bu qədər dadlı və bu qədər asan ola biləcəyini mən belə düşünməmişdim. Doğrudan da çox asan, çox dadlı yeməkdir. Üstəlik çox az ətdən istifadə etdiyimizə görə həm də ekonomik bir yeməkdir. Bu yeməyi bişirməyinizi hər birinizə məsləhət görürəm. Doğrudan da çox dadlıdır. Hazırlayıb yeyəcək olan hər bir kəsə indidən nuş olsun deyirəm. Sağ olun, salamat qalın.